Mən Heybətova Xatirə Zəhra Klinikasının fizioterapevt və azonterapevti olaraq bugün ən ciddi məsələlərdən birinə toxunmaq istəyirəm. Bu, ürək-damar sistemi xəstəlikləridir. Hal-hazırda yaşadığımız dövrdə biraz da viruslarla bağlı olaraq koronavirusundan söhbət gedir. Bununla bağlı ürək-damar sistemi xəstəlikləri demək olar ki, son vaxtlar çox artmışdır. Bu virus damarlarda qanın hərəkətinin laxtalanma prosesi ilə bağlı olaraq hərəkətini azaldıb və tromblaşmanı artırıb və bununla əlaqədar olaraq demək olar ki, ürək damarlarında ciddi tromblaşma əmələ gəlib. Biz azonterapiya proseduru həyata keçirdirik. Azonterapiya prosedurunun əsas rolu nədən ibarətdir? O, damarlarda qanın axınını yaxşılaşdırır, laxtalanmanın qarşısını alır, tromblaşmanın qarşısını alır, azot oksidini artırır damar endotelisində, kollageni artırır, damar divarının xüsusiyyətini yaxşılaşdırır və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır və bunun nəticəsində də ürək-qan damar dövranı yaxşılaşır. Ürək toxumasını oksigenlə qidalandırır, eyni zamanda beyin toxumasını da oksigenlə qidalandırır. Ən əsas xəstəliklərdən biri olan xolesterinlə bağlı həm də ürək-damar xəstəliklərini nəzərdən keçirək. Bunu belə xolesterinin miqdarını normaya salmaqla qan dövranını yaxşılaşdırır. Damarlarda xolesterin biləşqalarının toplanmasının qarşısının alınmasına gətirib çıxarır.